Valideynlərini itirmiş və valideyn himayəsində məhrum uşaqlar təhsili bitirərkən birdəfəlik müavinət almalıdırlar. Mən 2023-cü il martında bu müavinəti almaq hüququm yaranıb. Həmin ilin iyul ayında təhsilimi bitirmişəm. Bu müavinət haqqında məlumatım olmayıb, almamışam. İndi müraciət edirəm, deyirlər ki, gecdir. Bilmək istəyirəm ki, birdəfəlik müavinətlərin verilməsinə vaxt məhdudiyyəti varmı və mümkünsə, Vəfadar bəy, o sözü hörmətli vətəndaşa deyən, gecdir sözünü deyən, o vətəndaşın dövlət qulluğunda işləməsi ilə bağlı məsələ sual altındadır. Dövlət qulluq haqda qanunun tələbləri biri loyallıq prinsipidir. Siz dövlət qulluqçususa, vətəndaşa deyirsiniz ki, gec gəlmirsən, sənin hüququn yoxdur, artıq mən inanmıram ki, dost xidmətində kimsə vətəndaşa elə cavab versin. Yəqin ki, o gedib kimdənsə qıraqdan soruşub. Vətəndaşa tövsiyəm ondan ibarətdir ki, dost xidmətinə müraciət eləsin. Desin ki, mən valideyn hüququndan məhrum olan şəxs kimi vaxtında müavinətimi almamışam. Necə ki, ölən şəxsi dəfn pulunu gec veriblər. Bəli. Və yaxud verməyiblər. Üzr istəyirəm. Bunlar müavinətlərin növləri var da. Davamlı müavinət və birdəfəlik müavinət. Bəli. Bu birdəfəlik müavinətdir. Bu vətəndaş gedib dost xidmətinə müraciət eləməlidir. Və mən əminəm ki, müraciət eləsə onun müavinətini ödəyəcəklər. İmtina versələr ki, inanmıram imtina versinlər, versələr inzibati məhkəməyə müraciət eləsin.